3 sot torpaq sahəsində şəxsi tikili 2 mərtəbə 4 otaq həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Mərtəbə arası monolit betondur. Evin fasadı qabançıq daşlarla üzlənib. Şəxsi tikilidir. Sağ tərəfi bağ sahəsidir. Həyətdə sanitar qovşağı, şəlaləsi və manqalı da var. Həyət qapısı jaluz qapıdır. Həyətin müəyyən hissəsi belə bir çardaqla bağlanıb. 2 eyvanı var. Yerləşmə yeri Abşeron rayon Məhəmmədi qəsəbəsinin giriş hissəsidir. Mərkəzi yolun kənarındadır. Sənəd torpağın çıxarışıdır. Ətrafı da tam yaşayışdır. Daxil olaq evə. Dəhliz, dəhlizdən otaqlara paylanılır. İstilik sistemi kombidir. Sol tərəf mətbəx. Mətbəx mebeli də quraşdırılıb. Sağda qonaq otağı. Pəncərələr həyətə baxır. Yerləşmə yeri qeyd etdiyim kimi Məhəmmədi qəsəbəsinin giriş hissəsidir. Mərkəzi yola da çox yaxın məsafədədir. Ümumi 4 otaqdan ibarətdir. Və burada birinci mərtəbəyə aid hamam və sanitar qovşağı, yeri də istipoldur. İkinci mərtəbənin dəhlizi, dəhlizdən də otaqlara paylanırlar. Hamam və sanitar qovşaq ikisi birlikdə. Sol tərəfdə bir yataq otağı. Eyvana çıxışı var. Və bu qapıdan da eyvana çıxış var. İkinci yataq otağı. Və üçüncü otaq. Ev 3 sotda inşa olunub, 4 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur. Sənəd torpağın çıxarışıdır. Qiymət 168.000 manat. Qiyməti yenidən qeyd edim, 168.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.